Söhbətdə fransız qaldımı? Bir də təkrarlaya bilərsən? Söhbətdə fransız qalmaq. Bu ifadənin kökü çox böyük ehtimalla Osmanlı dövrünə gəlib çıxır və həm Türk, həm də Azərbaycan dillərində də oradan keçib. Osmanlı İmperiyasında xüsusilə də 19-cu əsrdə fransız dili çox prestijli beynəlxalq bir dil hesab olunurdu. Diplomatiya, elm, fəlsəfə və yüksək təbəqə elitlər arasında danışılan bir dil idi. Amma əhalinin böyük hissəsi fransızca bilmirdi və nəticədə də məclisdə ya da söhbətlərdə kimsə fransızca danışanda digər adamlar mövzunu anlamırdı. Söhbətdə özünü kənar, yad hiss edirdi və beləcə fransız qalmaq ifadəsi yaranmağa başladı. Yəni bu məna təkcə dil bilməmək yox, həm də situasiyanı anlamamaq kimi bir mənada istifadə olunmağa başlandı. Fransız qalmaq ifadəsini ədəbiyyatda ilk dəfə işlədən şəxs Bernice Autry olub. Onun The Scarlet Pimpernel adlı romanında 1989-cu ildə Fransa inqilabı dövründən bəhs edən bir epizodda istifadə olunub bu ifadə və romandakı əsas qəhrəman ingilis aristokratıdır. O gizli kimliklərlə Parisə daxil olur və gilyotindən fransız aristokratiyasını xilas edib İngiltərəyə aparır. Əsərdə ingilis aristokratları səhv edən, axmaq davranan və mənasız danışan insanlara tez-tez necə də fransızsan deyirlər. Burada artıq söhbət real fransızlardan getmir. Fransız sadəcə başa düşməyən adam metaforasına çevrilib. Bu çox maraqlı sosial-lingvistik hadisədir, çünki dillər bəzən müəyyən emosional və sosial simvollara çevrilir. Məsələn, fransız dili elitlik, anlaşılmazlıq, yüksək təbəqə ilə simvolizə olunur. Latın dili elm və dinin dili hesab olunur. İngilis dili müasirlik və qlobalizm dili kimi görülür. Eyni fenomen başqa dillərdə də var, amma başqa versiyalarıyla. Məsələn, ingilis dilində də it's Greek to me, it's Greek to me. Yəni mənə Yunanca gəlir. Yəni heç nə başa düşmürəm. Çünki qədim dövrlərdə Yunan dili bir çox insan üçün çətin və anlaşılmaz görünürdü. Ona görə də ingilislər də bu metaforanı öz dillərinə götürüb. Rus dilində məsələn "Это же китайская прямота" deyilir. "Это китайская прямота", yəni anlamaq mümkün deyil. Bu hərfi tərcümə etsək, bu Çin əlifbasıdır. Çin əlifbasında anlamaq çətin olduğu üçün burada bu cür metafordan istifadə olunur. Deməli, söhbətdə fransız qalmaq ifadəsi əslində tarixi dil prestiji, sosial fərq və anlaşılmazlıq hissinin dilə hopmuş transformasiyasıdır. Çox maraqlıdır, elə deyil?